Sağ olun bari. Həqiqətən Ben gözəl. başlayacağım, ben de başlayacağım müğənniliyə. Buyurun gəlin də Ömrüm xanım. Nə vaxt Qardaş, bəyənirsiniz? salam olsun. Həqiqətən Aleyküm salam. gələcəm Sən inşallah. başvurduram. Hörmətin, izzətin böyütü. Deyən görün. Ha? Hörmətin, izzətin böyütü. Yəni Allah kimən olsun deyin. Sağ olun qardaş. Allah kimən olsun hər zaman. Amma vallahi bu insanlardan bezik çıxdıqda hər tərəfində. Bunu gəlmişəm bura, bax budur, nəm seviyyədir, nəm kimdir. Bunların rəhbirin geçsindir. Bunlar nəyə lazımdır axı? Sən başa. Bir də mahnı qoyur. Bir də Allah da başvurduram. Dən qoy. Da başvurduram mahnı qoyur. O da sən bir dənə sözdə super söz. O mahnı sən ağadı. Da var yox, nə bilim mən də çıxartdı orada. O mahnı yazan bilsəydi, etər yazmazdı. Qardaş, bu zaten müğənni deyil, Asiman Sakitəm. Amma rəhbiri geçsən bu nəyə lazımdır orada qardaş? Bir dəqiqə. Hə, bax Asiman müəllim yəni bu özü bir şəxsiyyət. Müəllim deyil, o heç şəxsiyyət deyil, onun heç bir şəxsiyyəti yoxdur. Yo, elə demə canım, elə demə. Sən o şou, bax bizə dəqiqə. Bax bu şou adamıdır da, şou adamıdır. Bax siz nə görə bunu necə deyim sizə? Bu TikTokla bunu baxıb bu sözə deyirsiniz yoxsa real həyatda siz bunu tanıyırsınız? O dilənçidir. Real həyatda Dilənçi deyil. tanıyırsınız. Qardaş, Bizə bir də. gözlə, mən sizə başvurduram. O bir kişiyik də, düzdürmü? Buyurun. Kişi çıxıb özün orada sözləri çox biabır ehtiyatlı eləmə, kişi çıxıb orada nəsə eləməz. Yo, biabırçılığı bax, Sənətinə. Bir dəqiqə. Buyurun. Bir dəqiqə. Biabırçılığı deyəndə qardaş, bax Cahamat yenə deyirəm, komedi xanada arvad paltarı geyinir. Bu şəhərdə arvad paltarı geyinir. Yəni hamısı rola girirlər, düzdürmü? İndi bir də sual verim sizə. Çox gözəl deyiriz. Bu ora komedi xanaya gəlmiş kimi, o bura nəyə gəlmişdi? Kim? Bu sən yanında oturam oraya qardaşsan başvurdun. Qardaş. Asman nə gəlmiş orada? Birisi Qardaş bir gəldi mənim yanıma. Bir dəqiqə. Yox, qardaşım, bir də gözlə. Sonuçta heç nə olmaz. Söhbət edirik biz burada. Bax. Qardaşım, Qoy, bir hamı də istəyirəm. Mən sözüm kəsmə də, bu mən sözüm deyim, bir-birimizə işləyək. Buyurun. Deyirəm ki, o insan verilişə niyə gəlmişdi? Mən verilişdən tanımıram. Bir dəqiqə. Mən Burada verilişdən söhbət getmir. verilişdən getmir söhbət burada. Sən verilişi qatma axı, sən buradan da. Gör mən nə deyirəm, sən o verilişə gör. Verilişdən danışma. Sən verilişi niyə Verilişin adını çəkmə vəbşi. bu verilişi sən niyə soruşursan? Sən Sən verilişə verilişdən qalmışsın. demədilər, sən canlıdan cavab verin. Bax, bu qardaş mənim yanıma gəldi, verilişdən söhbət açmayaq. Mən bilmirəm, bu qardaşı mən tanımıram. Ona görə mən sizə öncədən sual verdim ki, siz real həyatdan danışırsınız, yoxsa mənim canlımdan danışırsınız? Yəni bu da qardaş haqqında. Gördünüz, siz getdiniz, çıxdınız real həyata. Bax, bir Real də... həyatda da mən bilmirəm sizin aranızda nə var, nə yox. Yox, Ona mən görmürəm. Buyurun. Bir dənə sual verim sizə, maşallah olsun. Yəni həqiqətən qardaş, Buyurun, maşallah olsun. Yəni hər şeyi gözəl ifadə edirsiniz, hər şeyi gözəl yoluna qoyursunuz. Allah sizin köməyiniz olsun. Mən sizə nəsə deyə bilmərəm. Yəni adam sorulur. Hə, yox, olmaz. Amma kimlərsə yanında özünüzü hörmətdən biraz sarsızlaşır. Bilirsən niyə? Yox, mən hörmətdən özümü həyatı boyu salmaram, çünki bu insanı mənə pisliyi dəyməyibdi. Bu insanı yenə deyirəm, real həyatda bunu 15-20 nəfər tanıyır. İndi ola bilər ki, mən bunu elə formalaşdıraram ki, indi ola bilər ki, əvvəlcədən sizin buna nəsə bir aranızda nəsə var. Yox. Bu insanı mən elə formalaşdıraram amma sənin cavab İndən edək. sonra, üzrdən, qoy sözüm qutarım. buyurun. İndən sonra bu insan həyat baxışı dəyişər. Həyata gözəl baxar. İndən sonra bu xarakterini dəyişər. Təbii ki, bir sevindik. Qabaq kanalda söyürdü, indi ancaq mənim yanımda söymür. Çünki bu formalaşıb. Bu insan formalaşır yavaş-yavaş. İndi ola bilsin əvvəlcədən kənddə olubdu, indi mən də kənddə böyümüşəm. Tam kəsi balacaq da, bu da nə olur ki? Hə, yox, mən kənddə böyümüşdüm. Mən yenə deyirəm, mən şəhərə düşəndə bir dəqiqə. Mən kənddə böyümüşdüm. Şəhərə düşəndə mənim həyata baxış şeyin başqa cür idi kənddə, amma şəhərə gəldim təmiz formalaşdım. Kəndlə şəhərdə çox fərq var. Təbii ki. Mən də kəndli olaraq başqa cür baxırdım həyata. Ancaq gəldim şəhərə düşdüm, başqa cür baxıram. İndi mən kənddə olsaydım, sən mənlə belə danışsaydın, indi Asiman yerinə mən olsaydım, səndən başqa cür danışardım. Ancaq insan görür, götürə çıxır, gedir. Ona görə də indi Asimanla ola bilsin sizin aranızda nəsə olubdu. Sən mənə sual verirsən. Buyurun. Sözü dinlədim mən səni. Buyurun. Neçə yaşınız var, biraz zəhmət olmasa deyə bilərsiniz?